Testleriniz ana süratli şekilde devam edirik. Son 6 misalımız kaldı. 79-85 sayılı tapşırıklara cevap verilende cevaplandırın. 79 numaralı güzel bir meselemiz vardır. Akt zalında her sırada yerlerin sayı sıraların sayına 8 vahid çoktur. Bu zalda yerlerin ümumi sayı 384 olarsa sıraların sayını tapın diye. Biz burada yer sayı ve sıra sayını qeyd etsək. Demək, sıra sayı x olsa, yerlerin sayı sıraların sayından 8 vahid çoktur deyir. Onda x üstəgəl 8 olacaq. Fərz edin siz bir cədvəldə baxırsınız ki 2 sətir var və sütunlarda bu şəkildə 3 tane sütun var. Ümumi neçə damı olduğunu tapmaq üçün 2'ni 3'e vururuq. Burada da eyni qaydada x'i x üstəgəl 8'e vurup bərabərdə 384 yazırıq. Bir tənlik aldıq. Bu tənliyi həll etmək üçün biz şifahi ədədlər də yazıb həll edə bilərik. 384'ü sadə ruhlara ayırıb da həll edə bilərik. Bunlar içerisinde bir cevap ödül 16. İkincisinde de 16 üstəgəl 8, 24, 16 vur 24. Yani x'in 16 qiymətində. Sıralan sayı 16 olur. 16 topla 8 de 24 yerlerin sayı olur. Bunu biz belə yaza bilərik. Təbii ki bunu tapmaq biraz vaxt alacaq. Ona göre diskriminantla həll etməliyik. X vur x, x kvadratı. X vur 8 üstəgəl 8x. 384'ü sol tərəf geçirəm. Çıx 384 bərabər 0. Buradan da artık diskriminantı geçsək b kvadrat yani 8'in kvadratı çıxılsın 4 vursun a 1'dir ve mənfi 384. Bu da bərabərdir 64 mənfi oranı müsbət olur. Üstəgəl 4 vur 4 16 4 vur 8 32 1 de yadda 33 4 vur 3 12 3 de yadda 15 1536 ve bunların cəmi də 0 0 6 1600 elədir. Deməli kök altına 1600'den 40 çıxacaq. Onda biz x1 x2'ni tapmalıyız. x1 bərabərdir mənfi b üstəgəl kök altda d. Mənfi b mənfi 8 üstəgəl kök altda d'dən də 40 çıxır. Bölünsün 2a. 2 vurulsun a'nın qiyməti 1'dir. O da bərabərdir. 40'dan 8 çıxırıq 32. 32'ni 2'ye böləndə elədir 1. 12'də də 6. x1'imiz 16 elədir. Elə bizim şifahi tapdığımız qiymət 16'dır. İndi x2'miz bərabərdir. Mənfi 8 çıxılsın 40. Böl 2 vur 1 yenə 2. Bu da mənfi 48 bölünsün 2 mənfi 24. Mənfi cevabı təbii ki götürmürük. Qaldı 16 cevabı ilə x'imiz 16 oldu. Bizden sıraların sayı soruşurdu. 16'ya bərabərdir. Yerlerin sayı soruşsa 24'e bərabər olacaq. Devam edirik. Növbəti misalımız 80 nömrəli ABC'de düzbucaqlısında B təpəsindən AC diagonalına BM perpendikülər çəkilmişdir. Və AM9, MC16 olarsa, AM9, MC16 olarsa düzbucaqlının sahəsini hesablayın deyir. Bunun əlində biz düzbucaqlı üçbucaqda hündürlüğün oturacaq üzərində proyeksiyasından biz gedə bilərik, həll edə bilərik. Belə də çəkə bilərəm düzbucaqlı üçbucağı və hündürlük bu şəkildə oturacaq düşdükdə H bərabər olur. Bu isə AB olaraq formada hipotenuz 2 hissəyə bölünəndə H kvadrat bərabərdir. A vurulsun B. H da bərabər olur. A vur B kök altında. Şimdi burada da H kvadrat bərabər 9 vur 16. Bu da H da bərabər olur. Kök altında 9 vurulsun 16. 9'dan 3 çıxır. 16'dan da 4. 3 vur 4 de 12'ye bərabər. H bərabər oldu 12'ye. Şimdi bizden ümumi düzbucaqlının sahəsini soruşur. Burada 2 dənə bərabər üçbucağa bölünübdür. Düzbucaqlı üçbucağa. Ümumilikdə üçbucağın əsas sahə düsturu necə idi? S bərabərdir 2'də 1 A vurulsun H. H budur. A tərəfi də 9 topla 16 25 olur. Onda biz yuxarıda qalan üçbucağın sahəsini tapmaq üçün, bu üçbucağın sahəsini tapmaq üçün S1 üçbucaq bərabərdir yaza bilərik və yaxud S üçbucaq bərabərdir yazım. 2'də 1 vurulsun. A tərəf 9 topla 16 25 vur H da hündürlüğümüz 12'ye beraber oldu. 12. Bu da beraber. 2 ile 12 kısa geçse 6. 6 vur 5 30. 6 vur 2 12. 3 de yadda 15. 150'ye beraber. Deməli bu düzbucaqlının yuxarı hissəsi bu düzbucaqlı üçbucağı 150'ye bərabərdir. Onda aşağıda qalan hissə də 150 olur. Ümumi formada bizden düzbucaqlının sahəsini soruşur. 150 topla 150 300'e bərabərdir. Yəni S düzbucaqlı bərabər olur. 2 vurulsun S üçbucaq. O da bərabərdir. 2 vurulsun 150. O da bərabərdir 300'e. Devam edirik. Növbəti 82 nömrəli belə bir maraqlı bir məsələmiz var. Bu barədə geniş bir izahımız vardır. Onun linkini aşağıda yerləşdirəcəm. Mütləq daxil olub izlərsiniz. Burada sürətli formun izahını göstərəcəm.
Düz bucaqlı üç bucaqdır burada verilən isə çevrə ilə əlaqələndirilibdir. Burada yerləşən bucaq 40 dərəcə olarsa deyir, bu göğsün uzunluğunu tapın. Əgər bura 40 dərəcə isə bura təbii 90 dərəcə, geriyə qalır burası 50 dərəcə. Çünki 50 topla 40 90, 90 topla 90 180 dərəcə. Biz bilirik ki, istənilən üç bucağın daxili bucaqların cəmi 180 dərəcə bərabər olmalıdır. İndi burada yerləşən bucaq 50 dərəcədir. Qarşıda verilən göğsün dərəcə ölçüsünü soruşur. Bir daha deyirəm, bu barədə geniş izahımız vardır. Sadəcə burada belə göstərəcəm. 50 üstəgəl həmin alfa bucaq və ya da M göğsü deyək. Bərabər olmalıdır 180 dərəcə. Onda M göğüs bərabər olur. 180 çıxılsın 50. 130 dərəcəyə bərabərdir. Növbəti 83 nömrəli misalımız düzgün piramidanın açılışı verilibdir və sual verir ki, açılış şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa, el apofemin uzunluğunu hesablayın deyir. Bu formada şəkil verilib, S oturacaq 100 deyə belə şəklin üzərində qeyd olunubdur. S tam 360'dır. Biz bilirik ki, S tam nəyə bərabərdir? S tam bərabər S yan üstəgəl S oturacaq. Bizdə S tamı verdi 360. S yan bilmirəm. S oturacağı da özü veribdir 100. Onda burada S yan tapırıq ki 360 çıxılsın 100. 260. Daha sonra biz buradan S yanın açılışını yazırıq. S yan nəyə bərabərdir? 2'də 1 P oturacağı vurulsun H. İndi biz burada P oturacağı tapmaq üçün burada verilən hissə kvadratdır. S oturacaq 100'dür. Onda A kvadrat bərabərdir 100'dür. A'nı biz tapdıq 10. Kök altı 100'dən 10 çıxır. Perimetri tapmaq üçün P'də bölür 4A'ya. 4A'da 4 vurulsun 10 40'a bərabərdir. Onda biz burada P oturacağı 40 aldıq. Onda burada P oturacaq 40'dırsa, S yan 260'dırsa hündürlük düzgün piramide ile apofemi ele bərabərdir. H bərabərdir L. Və beləliklə son olaraq yaza bilərik ki 2'də 1 vurulsun 40 vurulsun H bərabərdir 260. Və 40 ilə 2'ni ixtisar yaparsa 20. 0'dan 0 ixtisar yaparam. Hündürlük de bərabərdir 26 bölü 2. Hündürlük oldu 13. Yəni bu da bərabərdir L apofemi. Çünki düzgün piramidadır. Hündürlük ilə apofemin özünə bərabərdir. Növbəti 84 nömrəli misalımız maraqlı bir cədvəl verilibdir və cədvəldə verilənləri yazıb tənliklər sistemi qururuq. Deməli burada oğlanların və qızların sayı verilibdir. Oğlanların sayı Y qeyd olunub. Qızların sayı da 3x. Boyları 170 santimetrdən az olan bunların cəmi 21'ə bərabərdir. Bu bir tənliyimiz. İkinci tənliyimiz 2y oğlanların sayı üstəgəl qızların sayı x deyə qeyd olunubdur və bərabərdir 17'yə. Belə bir maraqlı tənliklər sistemi aldıq. Bu tənliklər sistemini həll edib oğlanların sayı, yəni y tapmalıyıq. Oğlanlar y, qızlar isə x olaraq işarə olunubdur. Bu tənliklər sistemində istəsək 2'yə vurub y-lər itirə bilərik, 3'ə vurub x-lər itirə bilərik. Hansı formada istəyirsinizsə həll edin, sonda y mütləq tapır. Burada əgər biz yuxarını 2'yə vursa, biz y-lər itirəsiyik. Onda bərabər olacaq. 2 vurulsun y, 2y. 2 vur 3 6x bərabərdir. 2 vur 21 42 və məxrəcdə də 2y üstəgəl x bərabərdir 17. Burada alt alta çıxsa 2y-lər gedir. 6x-dən 2 çıxanda 5x bərabərdir. 42'dən 17 çıxanda 12'dən 7 çıxanda elədir 5. 3'dən də 1 çıxanda 2 25. X də bərabər oldu 5'ə. X əgər 5'ə bərabər, qızların sayı 5'dirsə burada yerinə qoyub hesablaya bilərik. Burada da yerinə qoyub hesablaya bilərik. Misal üçün burada yerinə qoysaq 2y üstəgəl 5 bərabərdir 17. 2y bərabərdir 17'dən 5 çıxırıq 12. Y də bərabər olur 12 bölü 2 6. Aşağıdakini biz 3'ə vursaq onda bərabər olacaq bu tənliyimiz. Y üstəgəl 3x bərabərdir 21. Aşağıda da 3 vur 2 6y üstəgəl 3x bərabərdir 17 vur 3 51. Və burada alt alta çıxsa mənfiyə də vura bilərdik əslində. Alt alta çıxsa mənfi 5y bərabərdir. Bunlar itir. 21'dən 51 çıxanda 51'dən 21 çıxırıq. Mənfi 0 5 2 3 30. Y də bərabər oldu. 30'u 5'ə böləndə 6'ya bərabərdir. Mənfilər burada 2 mənfi 1'ə vururuq. Birbaşa 6 tapa bilərik. Belə də edə bilərsiniz. Fərq eləməz. Belə etsək daha sürətli formada birbaşa oğlanların sayını tapacaqsınız. Və sonuncu olaraq 85 nömrəli bu şəkildə verilmiş funksiyalar və qrafiklərə aid gözəl bir məsələ növüdür. Birincisi ona nisbətən eyni qaydada bir misal düşmüşdür. Bu misalda da birinci sorunda olduğu kimi simmetrik nöqtələrin koordinatlarını tapmalıyıq. A nöqtəsini özü verib. O x oxuna görə simmetrik nöqtəni tapmalıyıq. Koordinat başlangıca göre simmetrik nöqtəni və o y oxuna görə simmetrik nöqtənin koordinatlarını tapıb burada verilən hissələr B, C, D olaraq işarə edərək əmələ gələn 4 bucaqlının perimetrini tapmalıyıq. Burada verilən funksiya y bərabərdir x kvadrat çıx 8x üstəgəl 18'ə bərabərdir.
Burada biz 18'i parçalasaq 16 topla 2 şəklində yazsaq, bu hissədə qalan hissə x kvadratı çıx 8x topla 16, x çıxılsın 4'ün kvadratının açılışıdır. Biz artıq bunu əldə etdikdən sonra misal həll olundu deməkdir. Bu açılışı biz bu formada qayda olaraq göstərə bilərik. Y bərabərdir a vurusu x çıx n kvadratı üstəgəl n. Burada verilən n y-ə aiddir və 2'ye bərabərdir. 2 olduğu kimi qalır, y olduğu kimi qalır. X ise əksini götürür. Əgər mənfi 4 ise müsbət 4'ü götürür. Çünki burası sıfırlanmalıdır. Deməli biz artıq n'i tapdıq 2, m'i də 4 tapdıq. Onda A nöqtəsinin koordinatları 4 və 2'dirsə, o x'e görə artıq burada 4 mənfi 2 qalacaq. Bu hissədə 4 mənfi 2 olacaq və yuxarıda da mənfi 4 2 olaraq qalacaq. Burada əldə etdiyimiz 4 bucaqlının ABCD 4 bucaqlı perimetrini tapmaq üçün biz eni və uzunluğunu bilməliyik. Əgər y 2'dirsə bu hissədə 2'dir. 2 2 4'e bərabərdir. Bu tərəf 4'dür. Buradan buraya əgər 4'dürsə, buradan buraya mənfi 4'dür. Ümumi şəkildə 4 4 8'e bərabərdir. Onda eni olur 4, uzunluğu olur 8. Sahə sorsaydı bizdən S düz bucaqlı bərabərdir A vurulsun B. Yəni 4'ü 8'e vurasıydı. Burada bizdən perimetri soruşur. P də bərabər olur. 2 vurulsun 8 üstəgəl 4 və ya da hər tərəfi toplaya bilər. 4 4 8 8 toplaya da bilərdik. 8 topla 4 12, 12 vurulsun 2 də 24'e bərabərdir. Perimetri də bərabərdir 24'e. Və bununla da artıq 9 mart tarixində keçirilən 11-ci siniflərin 2-ci zonda üzrə buraxılış imtahanı riyaziyyat suallarının hamısının izahını verdim. Ümid edirəm ki, videolarımız hər birinizə yararlı olar. Bizlərə dəstək olmaq və videolarımızdan anında xəbərdə olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Hər nə sualınız olsa əlaqə nömrələrimizə suallarınızı göndərə bilərsiniz. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşmək diləğilə. Sağ olun, salamat qalın.